Tonus və bulanıq su tibbi diaqnoz deyil. Azərbaycanlı həkim qadınlar arasında tez-tez səsləndirilən tonus və bulanıq su anlayışlarının tibbi diaqnoz olmadığını bildirib. Mütəxəssis iddia edir ki, bu diaqnozu qoyan mütəxəssislər səhv edir. Şimdi tonusun yüksəkliyi, suyun bulanıqlığı, yəni uşağın amnion mayesi bulanıqlığı, belə bir diaqnozlar yoxdur. Biz xəstənin şikayətinə baxırıq, ağrısı varmı, yoxmu? Ona görə də uşaqlıq boyununa baxırıq. Uşaq boynu uzunluğu qısadırmı, normaldirmi ona baxırıq. Təbii ki, lazım gələrsə müalicələr veririk. Xəstənin ağrısı olarsa, dediyim kimi, biz ona maqnezium preparatları verə bilirik və ya bol su qəbul etməsini deyirik və istirahət önəririk və cinsi əlaqədən uzaq olmasını söyləyirik. Bunlarla xəstəni takib edirik. Yoxsa xəstənin tonusun var, işte yazırlar 2 müsbət, 3 müsbət, belə bir diaqnozlar yoxdur. Qeyd edək ki, tonus əzələlərin gərginlik vəziyyətini ifadə edən fizioloji anlayışdır və ayrıca xəstəlik və ya diaqnoz hesab edilmir. Hamiləlik zamanı uşaqlıq əzələlərinin müəyyən dərəcədə yığılması normal hal ola bilər və hər zaman təhlükə əlaməti kimi qiymətləndirilmir. Mütəxəssis gələcək analara yalnız etibarlı tibbi mənbələrə və ixtisaslı həkimlərin rəyinə əsaslanmağı tövsiyə edib. Onun sözlərinə görə hamiləliklə bağlı hər hansı narahatlıq yarandıqda özbaşına nəticə çıxarmaq əvəzinə mütəxəssis məsləhəti almaq vacibdir.